ziyarətləriniz qəbul olsun inşallah. Deməli, məxsusən əvvəl xanımların diqqəti məndə olsun. Kişilər onsuz da bizləndir. Kişilərə izah eləyəcəyik. Xanımlara bir dənə məlumat verim, getsinlər inşallah. Deməli, gedirsiniz orada ayaq yolu dəstəmazxana var. Dəstəmaz olmayan dəstəmazı alsın. Ayaq yolu da var. Hamınız paltarınızı geyinmişsiniz. Xanımların eynindəki paltar onun öz ehramıdır. Niyyət edirsiniz ehrama. Xanımlar kimin dəstəmazı yoxdursa, gedir o başda. Ayaq yolu da var, dəstəmaz da var. Dəstəmaz alandan sonra gəlib girirsiniz məscidə. Bəli, bura məscidə, qadınlar girən yerə. Məscidə girdin. Şam azanı verilib. 2 dəqiqə azandır. Niyyət edirsən, birinci şam namazı qılırsan, sonra xiftər namazı qılırsan. Şamı 3 rükət, işa namazı 2 rükət. Yəni səfərdə qəsr namazı, qəsr niyyətlə qılacaqsınız. Şamı, işanı qılandan sonra 2 rükət ehram namazı qılıram, qurbətən ilallah. 2 rükət. Aydın oldu. Onu deyən kimi də təlbiyəni deyirsiniz. Ləbbeyk Allahumma ləbbeyk, ləbbeyk la şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mülk, la şərikə. Atmışam kitabı hamımıza. Kitabın içində o yazılıb. Təlbiyəni deyəcəksiniz. Yəni, şamı qıldın, xiftəni qıldın, ehram namazı qıldın, üzü qibləyə hamı durur, dayanır, üzü qibləyə. Bir nəfər xanımlardan qabaqda bir nəfər dayanar, hamı dayanan arxasıyla. Niyyət eləyir. Ümrə həccində bir nəfər xanımlardan orada yazıb kitabın 3-cü vərəqi, 4-cü vərəqində ümrə həccində ehram bağlayıram, qurbətən ilallah deyən kimi dalbadal dalıcan 3-4 dəfə təlbiyə deyirsiniz. Bax bu cür ehram bağlayıram, qurbətən ilallah. Dedin, ləbbeyk Allahumma ləbbeyk, ləbbeyk la şərikə ləkə ləbbeyk. Bunu 3 dəfə deyirsiniz. Ya Allah, getdik. Sonra niyyət elədiyəndən sonra hamı çıxır və burada gözləyir. Getdik. Kişilər hamı bir yerdə şamı qıldınız, xiftəni qıldınız. Ehram namazını qıldınız, niyyət eləyən kimi təlbiyə deyirsiniz, çıxırsınız. Hamı niyyət edir eyni vaxtda. Yəni, gözləyin hamı namazını qılsın, hamı niyyəti bir eləsin. La şərikə ləkə ləbbeyk. Ləbbeyk Allahumma ləbbeyk. Ləbbeyk la şərikə ləkə ləbbeyk. Ləbbeyk la şərikə ləkə ləbbeyk. İnnəl həmdə və ni'mətə ləkə vəl mülk. La şərikə ləkə ləbbeyk. لبيك اللهم لبيك لبيك اللهم لبيك لبيك لا شريك لك لبيك لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لا شريك لك لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لك والملك لا شريك لك لبيك لا شريك لك لبيك 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 اللهم لبيك لا شريك لك لبيك إن الحمد والنعمة لك والملك لا شريك لك.
təqsirlə ömrə əməllərimiz bitdi. Hər birimizə mübarək olsun. Allah axırıncı, axırıncı qərar versin. Həmçinin bu günlər bizim dəyərli zəvvarlarımızda olan 4 nəfər Əkbərovalar. Deməli, bu inşallah xanımın ad günüdür. Çox adam Məkkədə ad günü edə bilər, amma elə bil ki, ad günü həm Mədinədə oldu, həm də gəldi girdi hara, Məkkə şəhərinə, həm də ad günü bütün ömrə əməllərini elədi. Biz bütün bu qrup adından Şəhla xanımı təbrik edirik. 66 yaş oldu. Şəhla xala sizi təbrik edirik. Allah bu yaşından sonra bərəkət versin. Sağ ol, mənim balam. Allah razı olsun. Allah ömrünüzə bəxt eləsin, ailəsini xoşbəxt eləsin. Allah hər birimizin gözəl hamımız üçün bir bayramdır. Həm xanımın ad günüdür Şəhla xanımın, həm də biz ümrə həccimizi tamamladıq. Hər birimizə mübarək olsun. İnşallah cənnətdə qonşu olasınız. İbadət, dualarımızın, ziyarətlərimizin qəbulunda Xatib Muhammed və Ali Muhammedə və xanımın da bütün dualarının, ziyarətlərinin qəbul olmağına hədiyyə sələvat edin. Allahumma Allah qəbul edin. Ona bir sələvat edin. Allah sana xoşbaxt versin. Allah sana canlı etsin. Təbrik edirik. Təbrik edirik. Prosta bir çox yaxındır. Kimi kiçik bir dənə məlumat verək. Arxada gördüyünüz yer Peyğəmbər dünən indi Sadiq qardaşımız məlumat verib, amma bir çoxları dünən yox idilər. Arxada gördüyünüz ev Peyğəmbər Səlavatıllahın doğulduğu evdir. Həmən evdə Peyğəmbər Sələvatullah 570-ci ildə dünyaya gəlib və bu gördüyünüz meydanda qarşıda Kəbə evidir, burada Peyğəmbərin evidir. Bu gördüyünüz meydanda, bu gördüyünüz küçələrdə Peyğəmbər Səlavatıllahın uşaqlığı keçib, həmçinin burada yaşayıb, burada böyüyüb, 25 yaşına qədər çobanlıq eləyib, yəni şəhərin çobanı olub bütün varlılar. Həm də Məkkə şəhəri Peyğəmbər Səlavatıllaha Muhammed Əmin deyirdilər. Əmin yəni əmanətdar. Yəni neyin varsa əmanət edə bilərsə, yalan danışan deyil, sözündə düzgündür, mala xəyanət eləməz. Peyğəmbər Səlavatıllahın ləqəbi Əmin idi. Əmin, Muhammed Əmin deyirdilər. Və 25 yaşında Peyğəmbər Sələvatullah evlənir. Kimlə? Xanım Xədicə Kübranın. Xanım Xədicə Kübranın evi Səfa Mərva qabağda görürsünüz. Orada Səfa Mərvadır. Oradan biraz qabaqdır. Yəni Kəbəyə ən yaxın evlərdən biri Xanım Xədicənin evi idi. Peyğəmbər Sələvatullah onu ilə ailə həyatı qurur və 40 yaşında Peyğəmbərə peyğəmbərlik verilir. Yəni 570-ci ildə Peyğəmbər Sələvatullah dünyaya gəlir, 610-cu ildə peyğəmbərliyə məbus olunur. Yəni məbəs bayramı deyirlər ona. 610-cu ildə peyğəmbərə peyğəmbərlik verilir. Və 12 ildən sonra isə Peyğəmbər Sələvatullah 622-ci ildə Peyğəmbər Sələvatullah nə edir? Məkkədən Mədinəyə hicrət edir. Peyğəmbər Sələvatullah, burada bəzi məqamlar var, tez-tez olsa çatdırım diqqətinizə ki, bu yerlər üstə qaranlıq qalmasın. Orada Xədicə Kübranın evi idi. O gəldiyimiz avtobus yerindən ki gəlirik bura, biraz elə qabağa gəldik. Orada Əbu Talibin evi idi. Yəni Əleyhisselamın atasının evi idi. Ora Peyğəmbərin evi idi. Peyğəmbər Sələvatullah doğulmamış atası dünyasında. Hələ ana bətnində olanda atası Əbdullah dünyasını dəyişir. Ondan sonra 7 yaşlarında Peyğəmbər Sələvatullah anasını itirir. Yəni burada bir hikmət də var. Allah özü tərbiyə edir Peyğəmbəri və deyir səni biz ayədə də işarə edir ki, biz səni ağuşumuza aldıq, biz səni götürdük, biz səni himayəyə götürdük səni. Yəni sən atasız və anasız qaldın, səni biz himayəyə götürdük. Peyğəmbər Səlavatıllahın peyğəmbərliyə 25 yaşında deməli xanım Xədicə Kübranla evlənir, 40 yaşında peyğəmbərlik verilir. 622-ci ildə Peyğəmbər Sələvatullah nə edir? Buradan hicrət. Amma peyğəmbərə peyğəmbərlik veriləndə ona ilk iman gətirən şəxs xanım Xədicə Kübra idi. O ki titrədə əsə gəldi, dedi ki, mənim üstümü ört ya Xədicə, mənə soyuqdur, qızdırması qalxır. O ki ilk dəfə ona ayə nazil olur, Cənab Cəbraili görür. Onun bu halını görən
xanım Xədicə Kübra sallallahu aleyha ondan soruşur bu vəziyyət nə vəziyyətdir? Peyğəmbər sallallahu xanım Xədicəyə danışır ki, bəs mənə peyğəmbərlik verildi. Nur dağında ayə nazil oldu və ona ilk iman gətirən də həyat yoldaşı oldu. İlk müsəlman olan şəxs xanım Xədicə Kübra oldu. Həqiqətdə mən avtobusda da dedim, evin içində olan şəxs sənə iman gətirməsə, evin çölü heç vaxt sənə iman gətirməz. O Şeyx Şamilin bir məşhur sözü var. Deyirlər ki ona, sən necə oldu Şeyx Şamil oldun? Çox gözəl bir dənə söz deyir. Bunu bizi tarix müəllimimiz danışırdı. Deyir, Şeyx Şamillər soruşurlar, necə oldu Şeyx Şamil oldun? Deyir ki, Şeyx Şamil olmağımı yoldaşıma, həyat yoldaşıma borcluyam. Deyir, necə? Deyir, evə girdim, yoldaşım qalxdı ayağa. Deyir, ona baxdı, uşaqlar qalxdı ayağa. Deyir, məhəlləyə girəndə mənim uşaqlarım qalxdı ayağa, qonşunun uşaqları qalxdı ayağa. Sonra məhəllənin böyükləri qalxdı mənim üçün ayağa. Gördülər, yavaş-yavaş bütün məhəllə mənim üçün ayağa qalxdı. Bütün qəsəbə mənim üçün ayağa qalxdı və qəsəbə mənim üçün ayağa qalxandan sonra bütün şəhər mənim üçün ayağa qalxdı. Mən oldum Şeyx Şamil. Yəni, deyir, amma evdən başladı. Əgər deyir, xanımın mən girəndə ayağa qalxmasaydı, uşaqlar da onun tayı olacaqdı, qonşu uşaqlar da olacaqdı, məhəllə deyəcəkdi. Bu da, yəni, deməyim budur ki, insanı insan edən şəxsiyyət kimi ucaldan ilk növbədə onun həyat yoldaşı, evin içidir. Xanım Xədicə Kübra sallallahu aleyha, Peyğəmbər sallallahu Nur dağına, buradan ora 5 km aralıya yemək daşıyırdı, paltar daşıyırdı ki, Peyğəmbər sallallahu üşütməsin, Peyğəmbər sallallahu ac qalmasın. Bu cür xanım idi xanım Xədicə Kübra. Məkkə şəhərinin ən varlı xanımı idi. Məkkənin 5 ən varlı şəxsindən biri idi. Diqqət eləyin. Məkkənin 5 ən varlı şəxsindən biri Xədicə Kübra idi Məkkə şəhərinin və Məkkənin ən varlı birinci xanımı idi. Deyir, xanım Xədicə Kübra İslam yolunda bütün dövlətin xərcləyir. Bütün dövlətini. Peyğəmbərdən hədis var, deyir, İslamın ayağında üzr istəyirəm, imamətdən hədis gəlir. Buyurur ki, İslamı yaşadan 3 əsas şey var. Birinci, Peyğəmbərin əxlaqı idi. Peyğəmbərin əxlaqı olmasa heç kim onun başına yığışmazdı. İkinci, Əli əleyhissalamın şücaəti idi. Əli əleyhissalam döyüşdə şücaətlər göstərməsəydi, Xəndək döyüşündə, Xeybər qalasında, Uhud döyüşündə, Bədir döyüşündə və digər döyüşlərdə Peyğəmbərin yanında olmasaydı, Xeybər döyüşü qələbə qazanmasaydı, İslam məhv olardı. Deməli, Əlinin şücaəti lazım idi orada Peyğəmbərin yanında. Əvvəl Həmzə, daha sonra onun rolunu oynayan Əli əleyhissalam idi. Bütün döyüşdə də Peyğəmbərin yanında idi və bir də deyirlər ki, nədir? Xanım Xədicənin sərvəti. Çünki adi bir şey yaratmaq istəyirsən, adi bir birlik yaratmaq istəyirsən, tur yaratmaq istəyirsən, ofis qurmaq istəyirsən, orada bir xərc lazımdır. Ofisin aylıq kira. Bəli, buna kira. Sən indi bu boyda Allah sənə din göndərib, bunu insanlar arasında yaymaq lazımdır, təbliğ eləmək lazımdır. Şübhəsiz burada maddiyyat önəmlidir. Ona görə Allah bizə xumsuz zəkatı vacib buyurub ki, o xumsla zəkatla o biri müsəlmanlar, səyyidlər ac qalmasın, sonra şəhidlər ailəsi salamat qalsın, möminlərin ailələri dolansınlar, tələbələr dolansınlar və maddiyyat lazımdır. İnsanlar yığışsınlar, xumus zəkat versinlər ki, İslam yolunda xərclənsin. Amma biz görsən, ən çətin bizə o gəlir. Xumusu atırıq o tərəfə, zəkatı bu tərəfə, ancaq biz namaz, oruc. Amma xanım Xədicə Kübra sallallahu aleyha o şəxslərdən idi ki, bütün dövlətini Allah və Peyğəmbər yolunda xərcləyir. Bütün dövlətini Allah və Peyğəmbər yolunda xərcləyir və axırda can verəndə Peyğəmbərə nə vəsiyyət edir? Ya Peyğəmbər, məni gecə namaz qıldığın əbaya bükərsən. Nə üçün? Çünki deyir, mən qəbr əzabından qorxuram. Görün kim bunu deyir. Bütün dövlətini Allah və Peyğəmbər yolunda xərcləyən bir xanım evində deyir, öləndə, dünyasını dəyişəndə, can verəndə Peyğəmbərə xəbər verirlər. Xanım Xədicə can verir, Peyğəmbər qaçaraq gəlir xanım Xədicənin yanına, başını qoyur dizləri üstünə və xanım Xədicə ondan halallıq istəyir. Peyğəmbər buyurur ki, ya Xədicə, sən mənə haqqı vallah elə, sən mənə zəhmətlər çəkmisən, sən xanım Zəhra kimi övlad dünyaya gətirmisən, sən məni ucaltmısan, sən mənə ilk iman gətirmisən, sən dövləti Allah yolunda xərcləm. Əba, onların kəfən pulsu da yox idi evində, bütün dövlətini xərclənmişdi, namaz qıldığın əba nazil olur və yenə azdır. Yenə deyirəm, o gördüyünüz Kəbəyə ən yaxın olan evlərdən biri xanım Xədicənin evi idi. Burada isə ayaq yolların biri Peyğəmbərin əmisi olan Əbu Ləhəbin evi idi. Baxın, Allah, deməli, indi onu ayaq yol ediblər. Üstə burada kişilər, qadınlar, minlər insan gəlib ayaq yol edirlər. Bu, Peyğəmbərin evi arxadadır. Amma Əbu Ləhəbin evi hardadır? Kəbəyə daha yaxındır. Burada da hikmətlərdən biri odur ki, burada da məntiqin biri odur ki, Kəbəyə yaxın olmaqla deyir. Kəbə, o deyir, sizdən də əvvəl Kərbalaya Şümür gedib, sizdən əvvəl Kərbalaya Yezid gedib, məndən o bursa gedib, bu bursa gedib. Amma yəni ora gedməklə deyir, Kəbədə yaxın yaşamaqla deyir. Əsas qəlbini Allaha tərəf çevirməlisən. Peyğəmbər sallallahu Əbu Ləhəbdən, Əbu Cəhəldən daha uzaqda yaşayırdı. Yəni Kəbə bu idi də, üzü Məkkə şəhəri və budur. Bundan artıq deyir ki, Məkkə şəhəri bu gördüyünüz, bax, bu dağların ətrafı Məkkə şəhəri idi.
Balaca bir şəhər idi o vaxt üçün. İndiki bizim qaldığımız otel 2 kilometr aralıda, sonra Məkkə şəhəridir. Yəni şəhər olaraq Kəbənin ətrafı, Zəmzəm suyu və Əbu Qubeys dağı və bu gördüyümüz dağlar Məkkə şəhəri idi. Peyğəmbərin evi belə baxıram ki, ən uzaq Peyğəmbərin evidir orada. Daha qeyb bitişib. Əbu Ləhəbin, nə bilim, Əbu Cəhlin evi daha yaxındır. Amma onların ev Adəmlə Həvva yaşayıb burada. Adəm əleyhissalam dünyasını dəyişəndə onu Əbu Qubeys dağında dəfn ediblər. Əbu Qubeys dağında. Sonra Kəbədə qaradaş var ha. Qaradaş. O Allah tərəfindən göndərilib düşüb şeyə. Əbu Qubeysə. Əbu Qubeysdən götürüblər. Kəbəni Əbu Qubeysin daşları ilə tikiblər. Yəni çox mübarək bir yerdir. Bu Əbu Qubeys dağı çox mübarək yerdir. Adəmin dəfn olunduğu yerdir. İndi sual verərsiniz ki, bəs Adəmin qəbri axı Nəcəfdə bir neçə nəfər döyür. Peyğəmbərə deyirlər ki, sən başına hava gəlib filan cəmaatı alladırsan və Həmzə eşidir bu söhbəti. Allahın aslanı idi Həmzə. Gəlir qardaşı oğlunu orada Əbu Qubeys dağında müdafiə edir və deyir kimin Muhammədə sözü olsa mənə desin. Kimin ona əl qaldırmaq istəyir, kişiliyi olsa mənə əl qaldırsın. Və burada Həmzə ilk dəfə olaraq Peyğəmbər səlavatıllaha peyğəmbərliyi veriləndən sonra Həmzə onu burada müdafiə edir. Sonra Həmzə də iman gətirənlərdən olur. Allah hamımızdan razı olsun. Allah ziyarətləri bizdən qəbul eləsin. İstədim biləsiniz ki, bura Peyğəmbərin doğulduğu küçədir, Peyğəmbərin böyüdüyü küçədir, Peyğəmbərin xanım Xədicə ilə evləndiyi küçədir, xanım Zəhranın doğulduğu küçədir. Ora Peyğəmbərin evi, bura Xədicənin evi, xanım Zəhranın doğulduğu küçədir. İmam Əli əleyhissalam burada doğulub və s. və ilaxır. Quran bu şəhərə nazil olub. Quran Peyğəmbərə peyğəmbərliyi burada verilib. Əbu Qubeys dağı buradadır. Həmən Əbu Qubeys dağı buradadır. Peyğəmbər peyğəmbərliyini burada elan edib və s. və ilaxır. Hər addımı, hər qarışı bir hikmətdir. İstədim bu haqda biraz məlumatımız olsun və inşallah gedirik Kəbəni və Kəbəni Allah qoysa geniş ziyarət eləyək və Allah qoysa bu gün son gecəmizdir. Kəbəni ətrafında fırlanaq, namaz qılaq, dua eləyək, Quran oxuyaq və s. Bu gecəmizdə inşallah Kəbə ilə vidalaşaq. Allah hər birimizdən razı olsun. Allah axırıncı yox, axarıncı ziyarətimiz qərar versin. Ziyarətlərimizin qəbuluna Peyğəmbər əhl-i beytinə səlavət eləyək. Bu şəhər, buralar salavata çox acıyıb, and olsun Allaha. Deməli, bayaq Sadiq qardaşımız deyir ki, gəldim İbrahim məqamına, gör necə bunlar əhl-i beyt düşmənidirlər. Deyir, gəldim İbrahim məqamına, baxdım Peyğəmbərin ayaq izinə. Dedim ki, Allahumma salli ala Muhammed və ali Muhammed. Orada bir dənə şeyx var, qırmızı maskalı. O gəlib deyib ki, no. Deyir ki, Ali Muhammed no, Ali Muhammed yox. Burada ancaq Peyğəmbərə salam verir. Burada Ali Muhammedə. Görün, bax, xanım Zəhra burada doğulub. İmam Əli burada doğulub. Və Peyğəmbərə peyğəmbərlik burada verilib. Allah Quranda buyurur ki, mən sizdən heç nə istəmirəm Peyğəmbər dilindən. Mən Quranda demişdim sizə. Deyir, mən sizə, Allah Əhl-i Beytin dilindən buyurur ki, mən sizə, Peyğəmbərin dilindən Allah buyurur ki, mən sizdən Əhl-i Beytimə məhəbbətdən başqa heç nə istəmirəm. Xanım Zəhraya zülm eləyənlər, İmam Həsənə zülm elədilər, İmam Hüseyni şəhid elədilər və s. İmam Əlini şəhid elədilər. İndi də deyirsən ki, burada Allahumma salli ala Muhammed və ali Muhammed, no ali Muhammed, no ali Muhammed. Bunlar and olsun Allaha. Görün, Yeziddən törənənlər, indi başqa şeyə, kafirə xidmət eləyənlər görürsən burada Ali Muhammed salavatını eləmirlər. Ona görə bu torpaq acıyıb, bu torpaq Əhl-i Beytə salam vermək üçün acıyıb və İmam Zamanın nəzəri var burada. İnşallah Allah İmam Zaman zuhurunu təcil eləsin və imamların qəbirlərini inşallah bunlardan xilas eləsin. Amin inşallah. Peyğəmbər və ali Peyğəmbərə səlavət eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Allah qəbul etsin inşallah. Bu günləri Məkkədə, mübarək Kəbədə axırıncı gecəmizdir. Belə qərara gəldik ki, inşallah sizlərlə bir yerdə gələk. Həm Kəbəni təvaf eləyəsiniz, həm bəzi məqamlar haqqında məlumat verək, həm sonuncu gecəmizi rahat keçirdək, vidalaşaq, Quran oxuyaq, namaz qılaq, Allahla razı niyaz eləyək və türklər buna deyirlər, türklərdə bir dənə söz var, deyir qara sevda. Ona görə Kəbə evinə də deyirlər qara sevda. Doğrudan da bəziləri bizi qınayırlar. Həccə gələni, ümrəyə gələni qınayırlar ki, nə var? 5 dəfə ümrəyə gəlsən, filan yerə düşün. Qardaş, hərənin ürəyi bir yerdə sakitlik tapar, hərənin ürəyi bir yerdə aram tapar. Bu da Allahın evidir. Görürsən, buna demək olmaz, adi daşlardan parça demək olmaz. İçəri girən kimi Kəbənin o vahiməsi deyim, Kəbənin o əzəməti deyim. Gör necə, yəni adi bu ölçüdə, bu boyda, dünyanın harasında istəsən daşlardan belə bir şeydir. And olsun Allaha adi bir şey. Hətta biz uca göydələn görəndə bu dəqiqə Bakıda, orada, burada 17 mərtəbə, 20 mərtəbə bizi türk demək şaşırtmır ki, yəni 17 mərtəbədir də. Bu amma nədir ki, bu yəni o
nə 2 mərtəbə, 3, amma yəni Bakıda olan adi bir 3 mərtəbə, 2 mərtəbə ev boyda bir şeydir də. Amma nə boyda əzəmət var. Yəni bunu özünüz təsdiqləyirsiniz də. Kəbə evinə girəndə, Kəbəni görəndə necə əzəmət görürsən. Həmin o əzəmət ki var, onu görürsən, elə bir çoxları deyir ki, biz Kəbəyə aşiq oluruq Allahın beytinə və yenə də onu görmək üçün darıxırıq. Və budur insanı gətirən ümrəyə, həccə. Həmin bu Kəbənin əzəməti, Kəbənin sevgisidir ki, bir də Peyğəmbər Səllallahu Mədinədə olan mübarək qəbri şərifidir, bizi bura gətirir. Allah inşallah axırıncı yox, axırıncı ziyarətimiz qərar versin. Bunu da qeyd eləyək. İbrahim Səlamullah əleyh, Peyğəmbər, İbrahim Peyğəmbər gətirir Allahın əmri ilə öz övladı İsmaili və yoldaşı Hacəri qoyur bura ki, onları tərk edir. Yəni Məkkə vadisində Allah deyir ki, onları qoyur da və oradan çıx Allahın əmri ilə. O da övladını və xanımı qoyur ora və İsmail əleyhissalam başlayır nə etməyə, ağlamağa, uşaqdır, körpədir, başlayır su istəməyə. Həmən buradan çıxanda bizim o tərəfdə gördüyünüz, o arxa tərəfdə gördüyünüz o hissədə həmən səy məqamı o cür yarandı. Yəni Səfa ilə Mərvə səy. O uzaqda yol gedəndə görsən, yay vaxt qabaqda ilğım görsənir, su görsən, təsəvvür ki, asfaltın ilğımıdır. Həmən vaxtı Hacər oğlu İsmail üçün su axtarır. Səfadan baxır Mərvaya, su görür, qaçır ora. Oradan baxır təzədən Səfaya, təzədən qaçır Səfaya. 7 dəfə bu davam eləyir deyə həmən bu səy əməli Allah bizə vacib əməllərin içində bizə bildirib. Allah Quranda Bəqərə surəsində buyurur ki, həccə və ümrəyə gedənlər Səfa ilə Mərvə arasında səy eləsələr, onlar üçün günah yoxdur. Günah yoxdur, yəni bərəkət var, əksinə bərəkət var. Yəni deməyin ki, burada günah var. Yəni əksinə Allah bunu bəyənir ki, sən onu eləyəsən Səfa ilə Mərvə arasında. Bilirsiniz, görün Hacər, bəlkə sən bir dəfə gedib gəlsən, onda 2 dəfə gedməzdin. Amma Hacər xanım 7 dəfə gedib gəlir. Əziyyət çəkir və əl çəkmir, inadkarlıq edir və Allahdan istəyir ki, övladıma su yetir. Allah deyir, onun bu əməlinə aşiq olur. Çox gözəl bir sözdür ya. Deyir, Allah onun bu əməlinə aşiq olur. Onun elədiyi səyi bütün möminlərin vacibatına çevirir. Onun yəni bu istəyini ki, amma əslində heç onun axtardığı yerdən su çıxmır. İsmail burada Kəbə yaxınlığında idi, o orada axtarırdı. Deyir, axtardığı yerdən çıxmır. İsmailin ayağının altından çıxır. Çünki Allah Quranda Təlaq surəsində buyurur ki, və mən yəttəqillahi yəcəlləhu məxrəcə. Allahdan kim təqvalı olsa, Allah ona bir çıxış yolu açar və yarzuqhu min haysu la yahtəsib və gözləmədiyi yerdən Allah ona ruzu yetirər. Allah görürsən bəzən insana ruzunu gözləmədiyi yerdən verir. Sən bu işi görürsən, deyirsən ki, mən burada qazanacağam, amma qazana bilmirsən, amma Allah sənə başqa yerdən ruzu getirir. Bu da həmçinin İsmail əleyhissalam qalıb burada, amma Səfada, Mərvada səy edir. Cənab Cəbrail nazil olur, İsmailin ayağının altından vurur və İsmailin ayağının altından su qaynayır. Su qaynayır, həmən su Zəmzəm. Zəmzəm bir də Hacər baxır ki, uşağın ayağının altından su qaynadı. Gəlir o suyu başlayıb bir yerdə toplamağa, deyir, dayan bir yerdə, dayan Zəmzəm. O həmən o mənadadır ki, toplamağa, sakit qal, bir yerdə yığıl qal, mənasına Zəmzəm deyərlər. Soruşarlar birdən biləsiniz. Zəmzəm nə deməkdir? Sakit qal, toplan qal, yığıl burada qal. Ki, uşağı oturub su verə bilim də oradan. Ona görə sakitləşdirir elə o ki, belə qaynayır. Hacər xanım o sakitləşdirmək mənasında Zəmzəm deyir. Suyun adı qalır Zəmzəm. Zəmzəm tarixi bir sudur. Dünyanın ən qədim belə su çeşmələrindən biridir. Kəbə ətrafından qaynayıb çıxır, min illərdir çıxır və ondan indiyə kimi insanlar istifadə edirlər. Məkkə vadisi yaranır. Bura bir çöl idi. Məkkədə şəhər yox idi. Həmən o su buradan qaynayandan sonra Məkkə çölü çevrilir Məkkə vadisinə. Yaşıllıq yaranır və Qureyş tayfaları axın edirlər hara? Məkkəyə. Qureyş tayfaları su olan yerə yığışır da tayfalar. Su olmayan adam yığışmadı ki. Zəmzəm suyu çıxandan sonra Məkkə şəhəri artıq Qureyş tayfalarının yığışdığı, yaşadığı bir yer oldu. Peyğəmbər sallallahu Zəmzəm haqqında buyurur ki, Zəmzəm hansı məqsədlə içilsə, hələ o məqsəd üçündür. Misal üçün, götür Zəmzəmi, nə niyyətə içsən, həmən niyyətədir. Müstəhəbdir ki, insan Zəmzəm içəndə üzünü qibləyə tutsun. Yəni, harada götürüb Zəmzəm içsən, burada. Üzünü tut Kəbəyə. Bismillah dinən, 3 qurtumla iç. İçəndən sonra dinən ki, ya Rəbbi, bu Zəmzəmə xatir mənə şəfa ver. Desən, Zəmzəm sənin şəfondur. Bu Zəmzəmə xatir mənə ruzu nəsib elə. Onda sənin ruzundur. Peyğəmbər buyurur, Zəmzəm hansı niyyətə içilsə o niyyət üçündür. İstədiyin duanı elə, istədiyin niyyət elə, o niyyətə Zəmzəm iç. Peyğəmbər buyurur. O cür bərəkətli sudur ki, o cür bərəkətli sudur. Peyğəmbərin hədisidir, buyurur ki, Zəmzəmi hansı niyyətə içsən, o niyyət üçündür. Xarab olmur, illərlə qalır, xarab olmur, başqa sular kimi iyrənmir və başqa sulardan tərkibi fərqlənir. Salamat qalacaq və iyrənməyəcək. Ona görə bu Kəbə ətrafında Səfa Mərvə var.
Hacər xanımın səy elədiyi yerdir, İsmail üçün su axtardığı yerdir. İbrahim məqamı, o qızıl gördüyümüz həmişə Kəbə ilə onun arasından keçirik təvafda. İbrahim məqamıdır. Həmən məqamın içinə diqqətlə baxsınız, imkan versiniz, yaxınlaşıb baxa bilsiniz, görəcəksiniz içində 2 dənə ayaq izi var. İbrahimin ayaq izi. Həmən ayaq izi hara baxır? Kəbəyə. Kəbə evi buradadır, ayaq izi buradadır. İçinə baxsın, ayaq izləri hara baxır? Kəbə istiqamətində. Aydın oldu? Bunlar bizə deyirlər ki, şirk edirsiniz, birə gedirsiniz, əl ayağına gedirsiniz, mən nə bilim hara gedirsiniz. Allah rəhmət eləsin alimlərimiz. Deyir ki, elə Allah birinci piri burada qərar verib. Allah, o deyilər pirə gedmək şirk deyə, Allah ilk dəfə piri ayaq izini burada qərar verib. Nə şirk edirsən? İbrahimin ayaq izi. İbrahimin ayaq izi. İbrahimin ayaq izini Allah bizə vacib eləyib ki, oradan keç, qıraqdan keçsən, həmən piri ziyarət eləməsən, sən həccini qəbul eləmərəm. Həmən pirə gətir Allah bizi. Bunlar deyir ki, keçsən filan yerə şirk elədim məndən. Gör necə məntiqsiz danışıblar bunlar. Yəni deməyim budur ki, Allah bizə bütün imamların ayaq izlərini qoyub nişana verməyəcək ki, bütün peyğəmbər, Allah hər şeydən bir dənə nümunə verər də. Əgər Allah sənə bunu bir dəfə nümunə veribsə, 2 üstə gəl 2, əgər 4 edirsə, deməli hər yerdə 4 edir. Bu düsturdur da, Allah sənə düsturu verib. Deməli bu hər yerdə. Əgər burada İbrahimin ayaq izi varsa, niyə Muhammedin ayaq izi ilə mən gedib öpməyim? Niyə Əlinin ayaq izi mənə haram olsun? Niyə o birisinin ayaq izi mənə? Yəni Allah bunu göstərdi burada bizə. Yəni Allah burada ilk dəfə piri, ilk dəfə ziyarəti Allah burada Kəbə ilə özbəöz bizdə burada nə eləyib? Yaradıb. Və Səfa Mərvə buradadır, Zəmzəm bulağı buradadır, Kəbə evi buradadır, İbrahim məqamı buradadır. Həmən içində ayaq izləri İbrahimin görə bilərsiniz. Allahın yaratdığı bizə verdiyi, vacib elədiyi ilk pir buradadır. Və ondan sonra bu gördüyünüz qızıl lavalça mənim ən sevdiyim məkan buradır. Çünki hara getsən basırıqdır, hara getsən biraz oturma yeri yoxdur. Amma hər dəfə axşam o tavafları qutarandan sonra gətirəm zəvvarı bura, həmən bu deyirəm ki, qızıl navalça deyirik biz ona. Navalça da özbəyözəm. Türk Osmanlı dövründə buranı Osmanlılar təmir elədilər. Sultan Abdüləzizin dövründə həmən o navalçı taxtadan dəyişdi, qızıldan qoydu və Sultan Abdüləziz dəyişdiyinə görə həmən o navalçanı bir sonra qoyub istiqamət Türkiyə. Həmən o istiqamət Türkiyə. Yəni o navalça baxır üzü biz tərəfə. Azərbaycan, Türkiyə. Nə üçün? Çünki hədislərdə var ki, hədisdə Peyğəmbərdən eşidib ki, o Kəbədən daman o dağılan su rəhmətdir. Deyir ki, o rəhmət biz tərəfə axsın. Aydın oldu. Həmən o baxır hara? Üzü biz tərəfə. Altın oluk, Türklər ona altın oluk deyirlər, biz Rusca navalça deyirik ona. İndi Azərbaycan da nə deyirlər, biraz orada inşallah tapıb deyər navalça görə nədir, amma biz indi navalça kimi qızıl bir dənə hissəsindədir. İbrahim məqamı oradadır, Hicri İsmail məqamı var, Kəbənin ətrafında fırlananda Hicri İsmail məqamı var. Belə bir aypara şəklində Kəbəyə birləşib belənçinə. Ora növbə ilə bir vaxt qadın buraxırlar, bir vaxt kişi buraxırlar. Hicri İsmail məqamı bir vaxtlar Kəbənin içi olub. Yəni Kəbə böyük olub. Hicri İsmail də onun içində olub. Sonra ayrılıb, Hicri İsmail məqamı qalıb kənarda. Hicri İsmail məqamında deyir, Hacərin qəbri var, İsmail Peyğəmbər. Hətta hədisdə var 70 dənə Peyğəmbərin qəbri. Hicri İsmail məqamındadır, Kəbənin düz içində. Və Peyğəmbərə dedilər ki, biz Kəbədə namaz qılmaq istəyirik. Peyğəmbər səllallahu buyurdu ki, kim Hicri İsmail məqamında namaz qılsa, həmən o yerə növbəni gözləsə, o aypara yerə Hicri İsmailə daxil olsa, orada namaz qılsa, Peyğəmbər buyurur, Kəbənin içində namaz qılmışa bərabərdir. Kim orada namaz qılsa Hicri İsmaildə, elə bir Kəbənin içində namaz qılıb. Peyğəmbər sallallahu hər dəfə altın olub belə deyir də, navalçıdan keçəndə deyirdi ki, ya Rəbbi, Rəbbənə atina fid dünya həsənə. Ey Rəbbimiz, bizim bu dünyamızı gözəlləşdir, bizə rəhmətini yağdır və bizi cəhənnəm əzabından, qəbr əzabından hifz elə. Hər dəfə oradan keçəndə o duanı eləyərdi. Allah təala ziyarətlərimizi qəbul eləsin.